Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri. Dəyərli Xəzər Futbol Liqasının izləyiciləri, 12-ci sezon playoff'un daha bir qarşılaşması, 4-1'in daha bir görüşü, Şimal Gres və Porto Baku komandaları üz-üzədir. Hər iki komanda uğurlar arzu edir, güclü olan qalib olsun deyirik ki, maraqlı və məhsuldar oyun şahid olacaq. Meydanın sol tərəfdə sarı formada biz Gresi, sağ tərəfdə qırmızı formada yeni forması ilə isə Porto Bakunu görə bir qədər də start heyətlər barəsində bəhs edəcəm. Məhz Şimal Gresin bu görüşdəki start heyəti belədir. Qapıda hər zaman olduğu kimi Vahid Məmmədov, müdafiədə Jenya Afanasyev və İlkin Heydərov, mərkəzi oyun qurucu mövqedə Malik Zeynalov, hücumda isə Fuad Əziyevlə birgə Tomas Şirnov izləyəcək. Digər tərəfdə Porto Bakuda qapıda Orxan Əliyev, müdafiədə Rövşən Lətsiyarov və İbrahim Rəhimli, mərkəzdə oyun qurucu mövqedə biz Sabit Səmədovu görəcəyik. Hücumda isə kapitan Elnur Bəşirzadə ilə birgə Elmədin Əliyev mübarizə aparacaq. Təbii ki, əvəzetmələr barəsində də bəhs edəcək, potensial meydan daxil ola biləcək oyunçular barəsində danışacaq. Öyle ki, ilk dəqiqələr bir qədər risksiz və təmkinli mübarizə ilə fərqlənir. Tilsim qırıldıqdan sonra, qapının kilidi açıldıqdan sonra maraqlı və məhsuldar bir oyuna şövq edəcək bizi. Ad yerinə yetirilməlidir ki, Heydərov. Ötən həftə onlar 14-cü sezonda, yəni bu komandalar 14-cü sezonda üzləşdilər. Porto Baku böyük hesablı qələbə qazanmışdı. Görə 12-ci sezonun playoff görüşündə bu görüşdə qələbə kimlə olacaq? Cavab oyuna kim üstün yol olacaq? Elnur Bəşirzadə, Elnur! Və ilk zərbə idi bu. Reklamcı bəyənənlər var olun, minnətdaram, aşağıda darınızı görürəm. Hər birinizə ayrıqda təşəkkürümü bildirirəm. Sözünüz, sualınız olursa da çəkinmədən yazın. Mən də cavablandırmağa hazıram. Vaydın ötürməsi əziyyət çatmadı. Sabit Səmədov. Ayaq saxladı, bir qədər göz gəzdirdi, səmti dəyişdi İbrahim Rəhimli. İlgənlər, hər birinizi bir daha xoş gördük. 300 nəfər üçün yenidən xatırlatma edəcəm. Yeni Suraxanı stadionunda Xəzər Futbol Liqası 12-ci sezon 4-1 qarşılaşması. Porto Baku və Şimal Gres komandaları üz-üzədir. Fuad Əziyevlə Gresin əmləsi başlamadan bitdi. Rövşən Lətsiyarov sahiblə oynadı. Səmədov! Sol ayaqla indirilən zərbə geridə qalır. Bir ötürmə hissəyi Əziyevə çatmır. İbrahim Rəhimli, Porto'nun əmləsi qurulacaq geridən. Ekran bəyənməmizi dostlar, qardaşlar, maksimum dərəcədə bəyənirik, 10.000 edirik, sonra dayandıracaq, sonra bəyənməsəydi olar. Əsas oldu, minimum 10.000 olsun. Jenya Afanasyev. Artıq bugün 1-4-1 qarşılaşmasını geridə qoymuşuq. Hansı ki, günün ilk qarşılaşması Xudafərin Cəbrayıl və Milan Baku arasında oynanmışdı. Milan Baku 2-1 hesab ilə qələbə qazandı Xudafərin önündə. Yəni, bu qarşılaşmada qələbə kimdən yana olacaq? Topçular məğlub oldu. Laçın qələbə qazandı. Tomas Şirnov Fuadla oynadı. Əziyev! Uzaq məsafədən qapıya zərbə. Orxan Əliyevdən keçid yoxdur. Jenya Afanasyev, Malik Zeynalov. Qarşılıqlı mübarizə izləyirik. Vahid. İlkin ötürmə hissəyi. Orxan. O qrup oyunuydu, bu playoff görüşüdür. Xeyr, icazə yoxdur. Elnur Bəşirzadə. Elmədin Əliyev, 2 Heydərov qazandı. Geri ötürmə Vahid. Tomas Şirinov. Vahid.
Vaid, Jeni Afanasyev o meydanda saxladı. Səmti də dəyişdi, ötürmə ünvana çatdı. Tomas müdafiə hazırlıqda yaxalayıblar. Şirinov. Enzes qələbə qazandı. Rövşən Ləsiyarov, Malik Zeynalov müdaxiləsi var idi. Elnur topu meydanda saxladı Bəşirzadə. Elməddin var yanında. Ötürmə bir qədər qısa qaldı Əsiyev. Sağ qədər oynadı. Az qalsın topu da qapıdan keçirəcəkdi. 3500-3600 oldu ekran bəyənməmiz. 10 metri sonra yanırıq. Bəyənənlər aşağıda darınızı görüm hər birinizə. Ayrıca minnətdaram. Yeni gələnlər üçün bir daha xatırlatma edeyim. Yeni Suraxanı stadionda Xəzər Futbol Liqası 12-ci sezon play-off görüşü Porto, Baku və Şimal Qres komandaları üzləşir. Artıq 6 dəqiqəni gerdə qoymuşuq və qarşılaşmada hələ ki qolsuz bərabərlik var. Hər iki komandanın əmləsi cəhdi olsa da hələ ki tilsim qırılmayıb. Hələ ki qapının kilidini açmaq mümkün olmayıb. Tomas Şirinovun zərbəsidir. Rəqiblərindən yayında zərbə indirdi. Orxan Əliyevdən keçid yoxdur. Əziyev, İlkin Eydərov. Qapıya daha çox zərbə indirən tərəf Şimal Qresli. İbrahim Rəhimli. Keçilməz qala. Turnirin, onu Porto Bakunun deyil də turnirin Van Dijk adlandıracağım. Şərin zərbəsi var idi dirəyə dəyən. Vaid. Jeni Afanasyev. Malik Zeynalov. Jeniyə doğru Afanasyev. Özü də zərbə endirə bilər. Qüvvətli zərbələrlə Malik. Top 1 saniyəlik düşünmə. Top itkisi ilə nəticələnir. Ötürmə verə bildiyinə də zərbə indirə bildi. Elməddin Əliyevində bir qədər göz gəzdirdi. Meydan rəqibət nümunəsində bir neçə komanda yolaşı var idi. Elməddin Əliyev Orxan Əmliyə qatılıb. Şimal Qres tərəfi isə bu dəqiqələrdə bir qədər qapanıb, müdafiəyə çəkilib. Uzaq məsafədən zərbə Vaid və korner. Top şansını gözəyə görə necə yerinə yetirəcəklər. Zərbə meydançasında verdi. Bir neçə oyuncu mövqe tutdu. Elməddin Əliyev. Bir qədər də potensial əvəzetmələrdən bahis edək. Hansı ki, Şimal Qres adına texniki zonda yalnız İlkin Alışovu görürəm. Gözlər bir qədər Əhədov axtar. Tural Əhədov. Bu görüşdə lazım idi komandaya. Müdafiənin keçilməz qalası sədlərindən biridir. Digər tərəfsə bir qədər daha geniş imkanlara malikdir Əli Bayramov, Surət Hüseynov və zədəli olan Asiman Əsəsadə. Texniki zonadadır. Yeni Suraxanı stadionu Xəzər Futbol Liqası 12-ci sezon play-off görüşü Şimal Qres və Porto. Baku komandaları üz-üzədir. Görüşdə elə ki, qol yoxdur. Sahib Səmədov. Ekran bəyənməmiz 10.000 edək, 5500-dür. Zəhmət olmasa bir qədər təkan. Var olun bəyənənlər, yayın bu aşağıda darıcı görəm. Digərləri sizlər də bir qədər qatılın əmləyə. Siz bəyənin ki, mən də sizin suallarınızı adlandırım. Orxan Əliyev, Elməddin Əliyev, Zirəflər Rövşən ötürmə istəyir. Diaqana doğru Elnur Bəşirzadə. İbrahim Rəhimli, başla zərbə, Vaid! Özünü çatdırdı. Refleksi yerindədir. Fuad Əziyev. Elməddinlə yayına bilmir oyun bir qədər qızışıb artıq. Tomas, yerlə zərbə. Orxan təkrar əmlə alınmadı. Bir qədər potensial əvəzetmələrdən bəhs edərkən itkilərlə meydandadır komandalar deyə qeyd etdim. Şimal Qressə bəhs etdim. Tural Əhədovun yoxluğu. Həmçinin Portoda da komandanın təcrübəli oyuncularından biri Saşa Mehdiyev bu görüşdə yer almır. Malik Zeynalov top qapının üzərində meydanı tərk edir. 7000 oldu. Son 3000 bəyənmə. Elməddin Əliyev görüşdə tilsim nə zaman qırılacaq? İlk dilimi 10 dəqiqəni artıq geridə qoyuruq. İbrahim ötürmə, Elnur indidən İbrahimə qaytarmaq istədi. Halbuki orada səmti dəyişə bilsə Rövşən boşludur. Malik Zeynalov əksi zoom şansı. Tırma bir qədər izafi güclü edilir. Çənd ki bir qədər də dəqiqlik çatışmırdı. Elməddin Əliyev, Orxan Əliyev. Sahib Səmədov. Səmədov.
yayındı rəqibindən ötürmə. Kineytərov orada kapitana çatmasına imkan vermədi. Thomas ötürmə Ivana çatmır qarşılı topu. İlk kez izlədik. Səmədovun zərbəsi Malik idi. Sürüşmə fəndi ilə zərbənin qarşısını kəsən. Malikə qarşı qayda pozulub. Elmədir Əliyev gerdən rəqibini itəliyirdi. Standart vəziyyət cərimə zərbəsi tam elə mərkəz xəttindən endiriləcək zərbə. Thomas birbaşa qapını da düşünə bilər. Şirinov! Bunu düşündü amma düşündüyü kimi alınmadım. Saşa təşəkkür, minnətdaram. Orxan Əliyev Rövşən özünü təklif edir. Bu ötürmana doğru Fuad Əziyev bitirməni oxudu. Toxundu amma komandasına qazandıra bilmədi. Elnur Bəşirzadə digər kapitan onu qarşılamaq istədi. Rövşən Ələsiyarov ötürmə Ivana çatdı. İbrahimli toplar. Rəhimli Səmədov ötürməni dəyərləndirə bilmədi. Yaxşı bir imkan idi. Ölkəsi intizarda saxladılar amma nəticə hasil olmadı. Jenya Əziyevi görmədi orada. Vahid. Minnətdaram. 10.000 oldu ekran bəyənməmiz. Hər bir vizariyatda təşəkkürümü bildirirəm. Var olun. Artıq ilk hissəni yarılıyırıq. 12 dəqiqə geridə qalır. Yerə qalan vaxt ərzində fasiləyə qədər, ən azından fasiləyə qədər hesabda dəyişiklik olacaqmı? Bir qədər riskli ötürmədi. İbrahim mənimsədi topu. Səmədov üçün zərbə endirdi, alınmır və korner. Rövşən Malik Zeynəlovla üstün şansı. Heç bir qədər də komanda yoldaşlarının gəlməsini gözlərdi. Əziyev! Rövşən Ələsiyarov. Cina dəyişikliyi Səmədov. Qarşısında kim var görə nə edəcək? Yenidən səmti dəyişdi. Elməddin Əliyevdir bu. Sahib zərbə. Orada Malik idi. Alex Zeynalov qapısını sığortaladı. Yaxın küncə keçid vermədi. Korner izləyək. Elnur Bəşirzadə. Elnur bir anla müqaviməti itirdi. Çək ki topu da itirir. Elməddin Əliyev komanda yoldaşını sığortaladı. Rövşən ayaq saxladı Elməddin Əliyev. Sahib Səmədovdur bu. Səmədov görə nə edəcək? İlkin. Səmədovun depressi gedir İlkin. Qapıdan zərbə. Vahid uzun ötürməsi. Malik Zeynalov ön almaq istədi İbrahim. Cüssəsi ilə rəqibinin qarşısını kəsir. Elməddin Əliyev. İbrahim Orxanla oynadı. Orxan Əliyev. Rövşən Ələsiyarov Portonun yenilməsi. Yaxınla doğru zərbə. Çox uğursuz alınır. Top bir xeyli qapının üzərinə meydan tərk edir. Əziyev. Bugün artıq Yeni Suraxanı stadionunda, bu arenda, bu meydanda 2 görüşü yerdə qoymuşuq. İlk oyun 12-ci sezonu playoff görüşüydü. 4-1 qarşılaşmasıydı Xudafərinlə. Milan Bakı komandaları üzləşdilər. Milan Bakı 2-1 hesabı ilə qələbə qazandı. Cavab oyunu üstün yollandı. Digər görüş, bundan öncəki qarşılaşma Xəzər Futbol Liqasının üçlüyünə əsr olunmuş turnirdə idi və ilk tur çərçivəsində topçular Laçınla üzləşdi. Fasiləyə topçular 3-0 hesablı öndə yollansalar da Laçın geri dönüş etdi. 7-4 qələbə qazandı bu görüş. 12-ci sezonun playoff görüşüdür Porto Baku ilə. Şimal Gres üz-üzədir. Qarşılaşmada elə ki qolsuz bərabərlik var. Günün son qarşılaşması yeni üçlüyə əsr olunmuş turnirin ilk turunda dadmalı və
Flames arasında oynanılacaq. Bu arada Fəqan Kərimov görüşü saxladı. Elə oyuna bir etiraz var idi, amma baxacaq Fəqan Kərimov. Ədalət təmsilçisi deyəsən VAR-a müraciət edəcək. Bəli. VAR-a ehtiyac qalmadı. Porto tərəfi respekt edir. Oyunun davam etməsini istədilər. Bərk olundu. Ara itirməsi Thomas. Həziyev. Elmədin sona qədər oynadı. Elmədin Əliyev. Özü də tamamlaya bilər. Elmədin! Kifayət qədər təhlükələmlə idi. Məsələn halda nəticə hasil olmadı. Jeni Afanasyev. White oynadı. Rövşanın da presingidir. Thomas. Tırmələrlə top müdafiədən çıxarmaq istəyir. Jeni diaqonala doğru İlkin Heydərov. Qarşısında İbrahim Rəhimli var. Thomas. Out. Thomas atı yerinə yetirəcək. Malik ötürmək istəyirdi İlkin Heydərov. Geri ötürmək. Qapçılı oynadı White. Gerdən qurulacaq həmlə White. Thomas'a doğru. Heydərov və gol! İlkin Heydərov. Amma mənim gördüyüm qədərlə orada top Thomas'ın əlinə dəymişdi. Və Fəqan Kərimov VAR-a baxa bilər. Bəli, VAR-a baxılacaq. Fəqan Kərimov VAR-a baxdı və qərarında qətidir. Mərkəzi göstərir, qolu qeydə aldı. 1-0. Artıq Şimal Gres artıq minimal hesablı öndədir. Porto Bak önündə İlkin Heydərov görüşdə tilsimi qırdı. Qapının kilidini kapitan İlkin açıb. Hansı ki Fəqan Kərimov orada epizodun izahını belə verirdi ki, İbrahim Rəhimli qaydanı pozmuşdu. Əlli oyunu olsa da bu süni prinsipi və qol qeydə alınır. İlkin White'la oynadı. Jeni Afanasyev. Ötürmə ünvana saxdı Əziyev. Malik ilə oynadı Zeynalov. Malik. Zərbədə keçid yoxdur. Orxan Əliyev. Jeni Afanasyev. Ziyevə çatmadı top. Orxan. Portanın geridən həmləsi qurulacaq. İbrahim. İlkin Heydərov. White. Təzyiq var idi orada. Bu meydana saxlamaq mümkün olmur. Buyurun. Malik Zeynalov.
Thomas Şirinov. Da itirmədə səhvə yol verdilər. Out. Porto Bakunu. Direkt fasilədən öncə Porto'nun rəqibə cavab olacaq mı yoxsa fasiləyə Şimal Qres öndə mi yollanacaq? Out. Malikdə meydanı tərk etmişdir Rövşən. Orxan Əliyev. Sahib Səmədov. İbrahim gözlərini ötürmə. Elnur çoxlu zərbə indirdi. Vahidin müdaxiləsi var idi. Korner izləyək. Elnur Bəşirzadə. Suallarınız olduqca yazın. Mən də fasilələrdə, boşluqlarda, elə dayanma durmalarda çalışıram ki, cavablandırım. Əziyev. Orxan qapısını tərk edir. Malik Zeynalov. İkisi də son dəqiqə bu arada. Elnur. İmkan verilmədi İlkin Eytarov. Əks-həmlə olacaq. Binadakı yeganə qolun müəllifi. Şən zərbəni qarşı kəsi Elnur Bəşirzadə. Əksizun şansım. Yayında Jeniyadan. Elnur elədi. Bitirmə. Təkrar həmlə və gol! İbrahim Rəhimli. Mövqe olaraq düzgün seçim etdi. Rəhimli tamamladı. Fasilədən öncə. Hesabı bərabərləşdirdi İbrahim Rəhimli. 1-1. Kartlar yenidən paylandı meydanda. Thomas. Elmədin Əliyev. Sona qədər oynadı. Thomas. İlkin Eytarov. Jenel oynadı. Afanasyev. Peyğan Kərimov epizodlarda ilk hissəni bitirir. Komandalar fasilə 1-1'li bərabərliyə yollarlar. Heç yer ayrılmırıq fasilədən sonra yenidən bir yerdəyik.